Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün yenə gördüyünüz kimi qışa hazırlığım davam edir. Pomidordan həm xörəkli, həm də salat hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Pomidorları təmiz-təmiz yuyuram. Əslində banka balon işlərinə son vermişdim, yəni bitirmişdim bağlamaları. Çox bağlamışam. Amma qapıya qədər gələn ucuz pomidoru gördüm, yenidən aldım. Dedim ki, pomidor həm xörəkli eləyim qışa, pomidor yumurtalıq, həm də salatlıq eləyim və bunları sizinlə də paylaşmaq istədim. Pomidorları yudum və bu formada, çarpaz formasında bıçaqla kəsirəm. Üzərinə qaynar su tökəcəm ki, qabığı rahat çıxsın. Banka balon bağlayan bütün evdar xanımlarımıza, bacılarımıza, analarımıza, hamısına deyirəm ki, bağladığınız bütün turşular, qış tədarükünüzü Allah sağlam canla yeməyə qismət eləsin, nəsib etsin inşallah. Pomidorun qabığını gördüyünüz kimi bu formada, rahat formada soyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Pomidorlarımızın hamısını soydum və bunları doğrayıb qazana əlavə edirəm. Mən bunu bu formada yığacam bankalara. Siz istəsəz bunu blenderdən də keçirə bilərsiniz. Həm asan, həm də tez başa gəlir. Həm də pomidoru çox ucuz aldığım üçün mənə tapılmış kimi gəldi. Bunu qışda açıb üzərinə yumurta vurub yemək çox sərfəlidir. Pomidorları doğradım və üzərinə 3-4 dəfnə yarpaq əlavə etdim və bir ədəd acı biber əlavə edəcəm ki, tamı dadı daha gözəl olsun, dadlı olsun. Bunu heç nə siz də edə bilərsiniz. Sadəcə mən buna həm acı biber, həm şirin biber, həm dəfnə yarpaq əlavə edirəm ki, tamlı olsun. Biberi də bu formada doğrayıram üzərinə. Və bunları bişməyə qoyuram. Üzərinə 2 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu əlavə edirəm. Ola bilir ki, pomidorlarda biraz turşuluq olur. Şəkər tozunu ona görə əlavə edirəm ki, o turşuluq hiss olunmasın. Gördüyünüz kimi artıq qaynayır. Mən bunu blenderdən də keçirmək istədim. Sonra düşündüm ki, bəlkə kimlərdəsə blender yoxdur. Qoy belə rahat, asan variantını göstərim hər kəsə. Belə daha asandır. Gördüyünüz kimi pomidorlarımız pişdi və bunları bankalara əlavə edirəm. 5 kilo pomidordan 4 ədəd banka çıxdı, 700 qramlıq banka. Bunları daha qarantili olsun deyə 20-25 dəqiqədə qaynadıram. Qeyd edim ki, qapaqlar təzə olsa daha yaxşı olur, qarantili olur. Artıq 25 dəqiqədə qaynatdım. Bunların qapaqlarını bərk-bərk sıxıb kənara qoyuram. Pomidor yumurtalıq yeməyimiz hazır oldu. Keçirik salatımıza. Salatımız üçün nə götürmüşəm? Pomidordur, biberdir, acı biber, şirin biber, göyərtilərdir, reyhan, nanə. Sizdə cəfəri varsa cəfəri də əlavə edə bilərsiniz. Hamısını yarım halqa formasında doğrayıram. Soğanı halqa formasında doğrayıram. Çox dadlı bir salatdır.
Reseptimiz kiməsə lazım olarsa yorumlarda yazsın, yazacağım. Acı biberi də doğrayıram. Acı biber zövqə bağlıdır. Siz istəsəz 2 və yaxud 3 də edə bilərsiniz. Beş diş sarımsağı da xırda-xırda doğrayıram. Bütün ərzaqlarımızı doğradım. Üzərinə dəfnə yarpağı da əlavə etdim və nanəni, reyhanı da doğrayıb əlavə edirəm iri formada. Çox xırdalamağa ehtiyac yoxdur. Üzərinə 1 yemək qaşığı duz əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Bunu qarışdırıb kənarda saxlayıram ki, suyu çıxsın. Artıq suyu çıxıb bunları bankalara yığıram. Gördüyünüz kimi bankalarımızı da doldurdum. 6 ədəd banka çıxdı salatımız. Öz suyunu üzərinə əlavə edirəm. 3 kilo pomidordan da 6 ədəd banka çıxdı. Gördüyünüz kimi möhtəşəm görüntüsü, möhtəşəm dadı var. Ətri mətbəxi bürüyüb. Bunları da yenə də 25 dəqiqə qaynadıram, daha qarantili olsun. Salatlarımız da hazır oldu, bişdi. Bunların da qapaqlarını bərk-bərk bağlayıram. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Qış tədarükümüz hazır oldu, bitdi. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.